Bugün Hüquq və İnsan Haqları İnstitutu publik hüquqi şəxsində hakimlərin və vəkillərin etik davranış qaydaları mövzusunda məlumat sessiyasında iştirak edəcəyəm. Mən bir gənc hüquqşünas kimi inşallah gələcəkdə fəaliyyətimi hakimlik sahəsində qurmaq istəyirəm və bu baxımdan düşünürəm ki, belə bir məlumat sessiyasının keçirilməsi mənim üçün və mənim kimi digər gələcəkdə hakimlik vəzifəsində çalışmaq istəyən hüquqşünaslar üçün böyük əhəmiyyət kəsb edir. Bugün Azərbaycan Respublikası Məhkəmə Hüquq Şurası Vəkillər Kollegiyası Hüquq və İnsan Haqları İnstitutunun təşkilatçılığı ilə hakimlərin və vəkillərin etik davranışının mövzusunda konfransda iştirak edirəm. Dəfələrlə Hüquq və İnsan Haqları İnstitutu tərəfindən təşkil olunmuş təlimlərdə, konfranslarda iştirak etmişəm və çox faydalı olmuşdur. Bu tədbirlərin ən mühüm cəhəti ondan ibarətdir ki, hakimlərin və vəkillərin fəaliyyətinin uzlaşdırılması baxımından çox mühüm töhfə olur. Bugünkü konfransında həm mənim, həm də digər iştirakçılar üçün uğurlu olacağına əminəm. Bizi dəvət etdiyinizə görə sizə təşəkkürümü bildirirəm. İnsan Hüquqları İnstitutunun, Məhkəmə Hüquq Şurasının və Vəkillər Kollegiyasının rəhbərliyinə bütün hüquqşünasların adından minnətdarlığımı bildirirəm ki, belə bir mötəbər tədbir keçirilir. Həqiqətən belə bir mötəbər tədbirlər etik davranış qaydalarının hansı formada daha mükəmməl riayət etməyimizi öyrədən bir tədbirdir. Hər kəsi sıx-sıx belə tədbirlərdə iştirak etməyə dəvət edirəm. Uğurlar.